26 may 2026 tarixi Azərbaycan vaxtı ilə saat 13:49 radələrində olan son peyk və radar məlumatlarının təhlillərinə əsasən hazırda Ağdam, Beyləqan, eyni zamanda Ağcabədi, Bərdə və ətraf rayonlarda intensiv topa yağış buludlarının aktiv inkişafı nəticəsində lokal güclü leysan, lokal dolu ildırım prosesləri izlənilir. Xüsusilə də Böyük Qafqazın Dağlıq Şirvan arasında və Xızı rayonları arasında da aktiv topa yağış buludlarının inkişafı müşahidə edilir. Eyni zamanda yardımlı Ləriş rayonları arasında formalaşan topa yağış buludlarının hazırda Masallı, Lənkəran rayonlarının kəndlərinə doğru yaxınlaşması müşahidə edilir. Ümumilikdə sistemin yaxın saatlar ərzində də bir qədər güclənməsi nəticəsində Kiçik Qafqazda, Mərkəzi Aranda, Dağlıq Şirvanda, Cəllabad, Astarada, eyni zamanda Böyük Qafqazın Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən ərazilərində hava şəraitinin qısa müddət ərzində yenidən dəyişilməsi, şimşək çaxması, yağış yağması və lokal dolu yağması ehtimalları var. Naxçıvanın dağ kəndlərində də yaxın saatlarda hava şəraiti dəyişiləcək.